Biri var idi, biri yox idi. Bir dovşan meşədə öz ailəsi ilə yaşayırdı. Dovşanın 4 dənə balaca balası var idi. Bir gün dovşan səbətini götürüb meşənin dərinliklərinə alma yığmağa gedir. O öz ailəsi ilə sağollaşır və düzəlir yola. Meşədə həmçinin bir qara qarğa da var idi. O dovşana deyir ki, sən burada insanların almasını yığırsan. Dovşan deyir, bu heç kəsin alması deyil. Bu meşənin almasıdır. Kim istəyər, gələr, yığar. Qarğa dovşanı qıcıqlandırmağa davam edir. Dovşan isə ona fikir vermədən almalarını yığır. Yolda dovşan gedəndə ayı dayıya rast gəlir. Ayı dayı deyir ki, dovşan mənə də almalarından vereyim. Dovşan ona da verir. Ayı da etişdiyib deyir, turşdur, amma dadlıdır. Çox sağ ol dovşan. Dovşan biraz da alma verib deyir ki, buyurun ayı dayı, bunu da götürün. Ayı da götürüb oxuya yoluna davam edir. Dovşan yolda dələ balalarını görür. Dələ balaları sevincək onu çağırır. Dovşan, dovşan, bizə də alma ver, bizə də alma ver. Dovşan səbətindən almaları götürüb dələ balalarına da alma verir. Dələ balaları da çox sevinir. Dovşan da sevinir ki, balaları sevindirə bilib. Beləcə dovşan yenidə yoluna davam etməyə başlayır. O yolda kimi görsə yaxşıdır? Kirpini görür. Görür ki, kirpi özünə yemək axtarır, amma tapa bilmir. Deyir, kirpi, bura gəl, bir tikanlarımı bura gətir. O kirpinin tikanlarına çoxlu almalar sancır. Kirpi sevincək olur və dovşana təşəkkür eləyir. Beləcə dovşan da sevinir ki, kimisə sevindirib. Dovşan kirpinin tikanlarına alma batırandan sonra yoluna davam edir. Yolda köstəbəyi görür. Köstəbək yeri qazıyıb yuxarı çıxır. Deyir, alma qoxusu gəlir. Dovşan deyir, düz tapdın ay köstəbəy. Al sənə də alma verim. Köstəbəy də sevincək almanı götürür. Çox sevinir. Dovşan yenə də yoluna davam etməyə başlayır. Köstəbəy də almaları götürüb yuvasına girir. Dovşan yolda keçi balalarını görür. Keçi balaları skamyada oturmuşdular. Dovşan deyir, buyurun balalar, siz də alma yeyin. Keçi balaları çox sevinirlər. Almaları alıb dovşan əmiyə təşəkkür eləyirlər. Və dovşan yenə də sevinir ki, meşədəki dostları sevindirib. Beləcə dovşan yenə də öz yoluna davam edir. Gedir. Bir də yolda pis qara qarğa onu hirsləndirir. Uçur, yolda ona sataşır. Dovşan da hirslənib onun dalınca qaçmağa başlayır. Lakin qarğa uçub uzaqlaşır. Dovşan deyir, dayan, sən mənim əlimə düşərsən, gör sənə nə edəcəyəm mən. Qarğa bunu eşidir, deyir ki, mən bu dovşanı incitməliyəm mütləq. Düşünür ki, nə edim? Və bir qərara gəlir ki, dovşanın səbətini deşsin. Dovşana xəbəri olmadan qarğa onun səbətini deşir. Və beləcə səbətdən almalar yerə dağılır. Dovşan isə bunu bilmir. Yolu gedir. Sən demə, səbətində artıq alma qalmır. Çünki deşikdən
bütün almalar yerə dağılır. Qarğa isə çox sevinir ki, yenə də pislik edib. Sonra gəlir, dovşanı çağırır. Ay dovşan, sən hamıya alma payladın, axı mənə vermədin, mənə də alma ver. Dovşan birdən səbətini açıb görür ki, orada heç alma qalmayıb. Deyir, qarğa, heç bilmirəm bu necə oldu. Mənim səbətimdə alma qalmadı. Qarğa deyir, ha, sənin uşaqların evdə acdı, sən isə hamıya alma paylamısan. Dovşan deyir, heç nə olmaz, mən indi gedərəm, yenə də alma yığaram. Alma ağacının altında çoxlu almalar var. Nə qədər istəsən, yenə sənə verərəm. Beləcə dovşan getməyə başlayır. Amma hava qaranlıq idi və ağacın altında sən demə canavar yatmışdı. Dovşan bilmədən canavarı yuxusundan eləyir və bilmir ki, burada canavar yatıb. Canavar dovşanı görəcək, onun arxasınca qaçmağa başlayır. Dovşan da səbətini götürür, qaçır. Var gücü ilə qaçır ki, canavar onu tuta bilməsin. Amma səbətindəki almaları da aparır ki, axı uşaqları evdə acdı, onlara da yemək apara bilsin. Dovşan qaçdıqca canavar da onu qovmağa başlayır. Dovşan çox bərk qorxur və bilmir ki, nə etsin. Hava da daha da qaralırdı və daha da pisləşirdi. Artıq yağış da yağmağa başlamışdı. Dovşan körpünün üstündən, sınıq körpünün üstündən qaça-qaça gedirdi. Səbəti də ona ağırlıq edirdi. Heç bilmirdi necə qaçsın ki, canavar onu tuta bilməsin. Yazıq dovşan, ağlamaq tutmuşdu onu, həm də çox qorxurdu. Yağış da bir tərəfdən yağıb, onun bütün tüklərini islatmışdı. Dovşan qaçır. Canavar da onu tutmağa çalışırdı. Birdən dovşanın ayağı ilişir, çaya yıxılır. Əlindəki almalar da çaya dağılır və dovşan tamamilə artıq islanmışdı və tez canını qurtarıb evə çatmaq istəyirdi. Artıq əlində almaları da qalmamışdı. Dovşanın balaları evdə onu ac gözləyirdilər. Amma dovşan düşünürdü ki, artıq onlara alma apara bilməyəcək. İndi təkcə öz canının hayındaydı. Tez qaçıb qurtulmaq, canavardan özünü qurtarmaq istəyirdi. Meşənin o biri tərəfində qarğa meşədəki heyvanları başına yığıb sevincək danışırdı. Bilmirsiz heç, dovşanın balaları evdə acdı, dovşan isə hamıya alma payladı. İndi də gedib qaranlıqda, yağışda yenə alma yığmağa. Bəlkə də canavar artıq onu tutub yeyib və öz ailəsi, uşaqları ac qalıb. İndi bilmirlər ki, dovşan evə nə vaxt gələcək. Yazıq balalar və dovşanın arvadı oturub stolun ətrafında dovşanı gözləyirlər. Balaları deyir, ana, atamız nə vaxt gələcək? Biz axı acıq. Ana deyir, gözəl balalar, gözləyin birazda. Birazdan atanız gələcək. Sizin hamınıza yemək gətirəcək. Hamımız yeyəcəyik və doyacağıq. Uşaqlar həsrətlə gözləyirdilər. Amma ata gəlmirdi. Birdən qapı döyüldü. Uşaqlar qapını açdılar. Gördülər, bir keçi gəlib. Keçinin buynuzlarında, qucağındakı səbətdə çoxlu kələmlər var idi. Dovşan balaları çox sevindilər və dedilər ki, nə yaxşı ki, keçi bizə kələm gətirib. Kələmləri aldılar və keçiyə təşəkkür eləyib yola saldılar. Birdən yenə qapı döyüldü. Bu dəfə kirpi gəlmişdi.
kirpinin əlində bir səbət dolusu göbələk var idi. Dovşan balaları yenə çox sevindilər. Səbəti kirpidən alıb kirpiyə təşəkkür elədilər. Və kirpi də çox sevindi ki, dovşan balaları ac qalmayıb. Ataları gələnə qədər onlara yemək gətirib. Dovşanlar kirpini yola saldılar. Yenə qapı döyüldü və bu zaman 2 dənə dələ balası ağır bir səbəti gətirdilər. Səbətin içində qoz, fındıq var idi. Yenə dovşan balaları çox sevindilər. Dələlərə təşəkkür elədilər. Dəlilər onlara oxuya-oxuya səbəti təqdim etdilər. Dovşanlar da sevinib onlara təşəkkür etdilər. Və beləcə dovşanların çoxlu yeməyi oldu. Birdən yer tərpəndi. Kimsə yeri qazdı və oradan çıxdı. Yerin altındakı deşikdən yerin üstünə çoxlu kələm, kök, alma, armud, hər cür tərəvəzlər atmağa başladı. Sən demə bu köstəbək imiş. Köstəbək də dovşan balalarına çoxlu belə hədiyyələr gətirmişdi. Balalar çox sevindilər. Dedilər ki, nə yaxşı ki bizim çoxlu yeməyimiz var. Hamısı stolun ətrafında oturdular və yeməyə başladılar. Biri kök, biri kələm yeyirdi. Lakin ana dovşan çox pis olmuşdu. Çox qəmgin idi. Gözləyirdi ki, nə vaxt ata dovşan gələcək və ona görə çox narahat idi. Amma uşaqlar bunu bilmədən çox sevincək yeyirdilər. Və yeməklərinə davam edirdilər. 4 dovşanın 4'ü də hərəsi bir tərəvəzdən götürüb yeyirdi. Ana dovşanın gözü qapıdaydı. Birdən qapı döyüldü. Tez qapını açdılar, gördülər ata dovşan gəlib. Ata dovşan bütün islanmışdı, həm də çox qorxurdu. Arvadına və balalarına dedi ki, tez eləyin, gizlənən, qapını bağlayın, gəlin çarpayının altına, gəlin. O gəlir, canavar gəlir. Həm qorxurdu, həm də tir-tir əsirdi. Balalarını da çarpayının altına çağırırdı. Balaları başa düşmədi ki, nə olub. Ona görə tez qapını bağlayıb hamısı çarpayının altına girdilər. Ata dovşan onlara danışdı. Dedi ki, mən getmişdim alma yığmağa. Sən demə ağacın altında canavar yatırmış. Canavar məni belə qorxutdu və dalımca qaçmağa başladı. Mən də çox qorxdum. İndi gələcək o. Gizlənin, çıxmayın çarpayının altından. Gəlin gizlənək. O çox böyükdür. O bizim hamımızı yeyə bilər. Beləcə başına gələnləri öz ailəsinə danışdı. Birdən pəncərə döyüldü. Kimsə pəncərəni açdı. Dovşan çox qorxdu. Elə bildi ki, canavar gəlib. Amma birdən gördü ki, yox, bu sən demə ayıymış. Ayı dovşanın balaları üçün bal gətiribmiş. Ayı balı onlara verdi. Dovşan balaları yenə çox sevindi ki, şirniyyat yeyəcəklər. Onlar ayıya təşəkkür etdilər və pəncərəni bağladılar. Sonra artıq dovşan qorxmurdu və beləcə öz balalarını da çağırıb stolun ətrafına yığdı. Onlar sevincə oturub yeməklərini yedilər. Canavar da daha gəlmədi və beləcə uşaqlar çox sevindilər. Nağılımız bu qədər. Gecəniz xeyrə qalsın. Göydən bir alma düşdü. 3 alma düşdü. Biri danışanın, ikisi də dinləyənin. Sağ olun.